Salam dostlar, mən Toğrul Ahmed. Bugün yeni reaksiya videosu gəlir. Bugünkü reaksiyamız Sovetin şahı olan 06, amma 07-dən sonra. Getdik, baxaq videolara. Qəşəng. Belə polis olandan sonra qardaşım saxlasınlar bizi. Maşının rəngi həqiqətən qəşəngdir. Bu maşını bilmirəm tanıdınız ya yox, indi ikinci kadrı göstərəcəm, yəqin tanıyarsınız. Perodok'a baxın uşaqlar, lider disklə. Bu aslında 06 deyil, 03'dür. Sadəcə olaraq 03'ün reaksiyası ola bilsin gəlmədi. Ona görə yəni bu 03'ü göstərmək lazımdır. Həqiqətən yəni Rusiyada, Moskvada olan ən viddi 03'lərdən biridir bu. Getdik növbəti videoya. Qəşəng, metalik 06 görmüşdünüz uşaqlar. Baxın necə gözəl görsənir. Peçat da. Melberi disklərə fikir verdiniz də, Melber. Yəni 06'ya 7 disk Melber diskdir ki, sırf 06'ya tutur da, yəni digər maşınlara tutmur bu. Maşın rəngi də həqiqətən peçatdan. Növbəti video. Oy 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 oy, bu rəngə baxın uşaqlar. Bu yaşıl lap peçat yaşıldır, çox qəşəngdir. Səviyyə rəngi var ha. Bu kraskana kim vurubsa halal o malyara. Özünüz bilirsiniz, malyalarla problem deyil. Belə rənglər görəndə sevinirik. Getdi növbəti video. Mercedes açarlarla yenə Gürcüstan seriyası. Deyirəm ki, Gürcüstanda maraq lap çoxdur həqiqətən Sovet maşınına. Angel faraları gördünüz də, çox qəşəng yığılıb. Ablisovka da qəşəngdir ha bu arada. Rahib. Özü Gürcüstan seriyasında o zordur ki, adını yazırsan bax ora, Rahib. Yəni mən də bəlkə götürüm. Toti. Angel faralara fikir verdiniz. Elə BMW oxşuyur. Sovetin BMW'si də 06. Getdik növbəti video. Çox peçatda uşaqlar. Perodok çox qəşəng yaraşır 06'ya həqiqətən. Efir görsən. Özdə 06'nın rəngi qara ya göy rəngdir. Ağ rəngi o qədər nə bilim. Getdik növbəti video. Bufersiz 06. Sovet maşını elədi ki, yəni buferlə yox da konkret bufersiz qəşəng görsənir. Özə fikir versəz, yəni inomarkalarda buferi çıxaranda konkret viddən ölür də. Amma yəni Sovet maşınları elədir ki, buferi çıxardın qəşəng görsənir. Düzdür o 06, 07, 01'ə aiddir. Amma 015, 014 buferlərini çıxaranda onlar pis görsənir. 06'ın salonu uşaqlar. Çox qəşəngdir ha salonu, işıqlı zaddır. Mercedes hava yerlərini gördünüz. Həqiqətən qəşəng yaraşır ha Sovet maşınları. Tünd qırmızı 06. Bu effekt mi veriblər, nə ediblər? Çox qəşəng görsənir ha. Nömrəsi qəşəngdir ha, 90-097. Məncə 06'ya yaraşan ən qəşəng ablisovka budur bax uşaqlar. Yəni bu ablisovkadan başqası tutmur da. Bir zavoddur, sözsüz zavoddur. Bir də ki sırf bu ablisovka qəşəng tutur maşını. Fikir verirsiniz uşaqlar, 215 təkərlər, yəni 07'dən çox 06'ya yaraşır. 06'da konkret belə dolu görsənir. Yəni 07'yə də yaraşır, sözsüz, amma 06'ya mənim fikrimcə yəni 07'dən daha çox yaraşır. Bir də bu səsə qulaq asın. Bu səsi yəni ləzzət elədi. Özü maşın seriyası da bizim rayonun seriyası 34 nədir, amma sadəcə qaxta görməmişəm bu maşını. Yəni əsas səsə qulaq asın, mənə diqqət eləyin. Mənim atam indiyəcən kimsə göstərib mənə deməyib ki, filan kəsin oğlu elədi, filan kəsin oğlu belədir. Elə həmişə mənə deyib ki, onların heç nəslində sən kimi kişi yoxdur. Çox peçat deyir ha, ləzzətli söhbətdir, maraqlı söhbət. Bu səsə görə şey eləmişəm ha əsasən. Amma 06'da qəşəngdir maşallah olsun, rayonumuzun 06'sıdır. Fiolet plyonka çəkdirirlər. Mənim fikrimcə 06'ya qəşəng görsən, amma mən öz 07'mə fiolet yox, qara çəkdirdim. Çünki nə bilim, məncə qara daha yaxşı görsənir boz 07'yə. Arxada torumuzun işıqlar qoyurlar buferin altında. O həqiqətən qəşəng görünüş qatır 06'ya. Qəşəng yenə lider disklə qırmızı 06. Bu bizim dostumuzdur, Musadır. Məşdağanın gözü olan həmin 06, 196. Şəhərdə yəni 7 olanlardan biridir ki, həmişə maşını efirdə göz oxşayır. Yenə lider disklə 06, özü də qara rəngdə. 06'ya ən ləzzət eləyən rəng, yəni düz o biri rənglərdə qəşəng, amma qara rəng konkret. Diqqətlə fikir verdinizsə, nömrəsi də qəşəngdir, 005'dir. Fikir verdiniz nömrəsinə. Kulşternə baxın, 06'na. Diqqət eləyin bir dənə Kulşternə. Powerful Kulşter. Getdik növbəti videoya. Deyirəm uşaqlar.
Görürsünüz də, qara 06 necə vid verir şəhərdə. Özdə kvadrat nömrələr uşaqlar. 06-da, 07-də, 01-də qabağa nömrə qoymursan, tək arxada olur. Maşının qabaqdan görünüşü çox zloy olur. Heyf nömrə qoyulur qabaqda. Keçdik növbəti videoya. Milyoner rəngdə 06 görməyənlər üçün bax, çox görün necə qəşəng görürsən. Bilə ayrıntıya fikir verdiniz uşaqlar. Videoda ayrıntıya fikir verdiniz. Bax həmin hissəni saxladıram, baxın ayrıntıya. Görün bax bu ayrıntını kim tapırsa, maşında ayrıntını kim tapırsa buradakı. Bu fotodakı ayrıntını kim tapırsa şərhlərdə yazsın. Onun şərhi 100% yəni cavablanacaq. Bu arada 06 reaksiyasının sonuna çatdıq. Bizim bir dostumuz var. Acilov fanatıdır. Yəni bəlkə Acilovu yaşadanlardan biridir. Bizim videolarımızı axıra kimi izlədi 07 reaksiyalarına. Biraz kədərləndi. Dedi ki, ayda mənim maşınım yoxdur falan. Niyə çəkməyibsən? Quruza düşdü, küsüb zad elədi. Ona görə yəni biz heç vaxt istəmərik ki, bizim dostumuz, qardaşımız küssün bizdən. Onun üçün bu reaksiya onun üçün gəlsin. Bu maşın həqiqətən yəni 06'ların qənimidir. Özdə fərqli diskləri var. İstəyən olsa yəni disklərdə satılır. Bu 07 yəni konkret Sumqayıtda öz sözünü demiş. Ən efir 07'lərdən biri olub. Maşallah olsun, qəşəngdir. Prosta çex barı istəyir də qardaşım. Çexləri niyə satırsan? Buna bir dənə çex olsa efir görsənlər. Paradoxat solidin. Dostlar, burada videonun sonuna çatdıq. Maşallah olsun, göz oxşayan maşınları gördünüz. Allah hamısını qorusun, xətasız bəlasız sürsünlər. Videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Burada videonun sonuna çatdıq. Nə reaksiyası gəlməsini istəyirsə, məsələn 011 ola bilər, Tofaş ola bilər və ya hər hansı BMW, Mercedes reaksiyasını görmək istəsəz, şərhlərdə mütləq şəkildə qeyd edin. Videonun sonuna çatdıq. Sağ olun, salamat qalın. Dədələrimiz, babalarımız döyüşüb hərbi sevib